Salam əziz dostlar. Bugün sizlərlə dəfələrlə magistratura qəbul imtahanında istifadə olunmuş karandaş tipli məsələlərin həm izahına, həm də fərqli-fərqli tipli suallara baxacağıq. Deməli, ümumiyyətlə bu karandaşla bağlı suallar hansı formadadır, necə həll olur? Bununla bağlı sizə ətraflı izah verməyə çalışacağam. Deməli, bu tipli məsələlərdə sualın mahiyyəti nədən ibarətdir? Sizə bir neçə sayda karandaş verir. Bu karandaşların iki rəngdən ibarət olduğunu deyir, sarı və qırmızı rəngli karandaşlardan ibarət olduğunu deyir və bunların fərqli-fərqli mümkün düzülmə variantları ilə bağlı suallar soruşur. Məsələn, necə ola bilər bu suallar? Tutalım ki, sizin bir karandaşınız varsa, bu karandaşın mümkün düzülmə variantları deyəndə ola bilər ki, ya sarı karandaşdır, ya da qırmızı karandaşdır. Məsələn, sizin iki karandaşınız ola bilər. Baxın, məsələn, bu oldu bir karandaşda. Bir karandaşda deməli bizim mümkün düzülmə variantlarımız iki dənədir. Ya sarıdır, ya qırmızı. Məsələn, ola bilər ki, iki karandaş ola bilər. İki karandaş olanda bizim karandaşlar necə ola bilər? Biz burada deməli həm rənginə fikir verməliyik, həm də düzülüşünə fikir verməliyik. Məsələn, iki karandaşımız ola bilər ki, hər ikisi sarı olar. Baxın, bu şəkildə düzülər. Ola bilər ki, biri sarı, biri qırmızı olar, belə düzülər. Sarı, qırmızı və yaxud da ki, qırmızı, sarı. Ola bilər ki, hər ikisi qırmızı ola bilər. Deməli, düzülüşü belə olur. Yəni, bizim iki karandaşda mümkün düzülmə variantlarımız 4-dür. 3 karandaş olsa, məsəl üçün, deməli, ola bilər ki, bu karandaşların hər üçü sarı ola bilər. Düzülüş bu şəkildə olacaq. Bir qırmızı gətirsək, ola bilər ki, məsələn, sarı, sarı, qırmızı ola bilər. Və yaxud da ki, sarı, qırmızı, sarı ola bilər. Və yaxud da ki, qırmızı, sarı, sarı ola bilər. Bir qırmızı əlavə eləsək. İkinci qırmızını gətirsək, o zaman belə ola bilər. Sarı, qırmızı, qırmızı ola bilər. Sarı, daha doğrusu sarının yerini dəyişək. Qırmızı, sarı, qırmızı ola bilər. Qırmızı, qırmızı, sarı ola bilər. Və hər üçü qırmızı ola bilər. Deməli, diqqət yetirsəz, 1, 2, 3, 4, 5, 6, 7, 8 mümkün düzülüş halı olmuş oldu. Ümumiyyətlə, hələ ki sualların həllinə keçməmişdən qabaq, bu mümkün düzülüşlərinə diqqət yetirsəz, bu hər zaman 2 üstü n sayda olur. Niyə? Çünki, məsələn, bizim iki karandaşımız varsa, birinci karandaşın iki variantı var. Ya sarıdır, ya qırmızıdır. İkinci karandaşın iki mümkün halı var. Ya sarıdır, ya qırmızı. Deməli, iki karandaşın mümkün 4 halı var. 3 karandaş olmuş olsa, birinci karandaşın mümkün 2 halı var, ikinci karandaşın 2 halı var, üçüncü karandaşın 2 halı var. Yəni bizim 8 mümkün düzülüşümüz olmuş olacaq. Yəni qısacası en sayda karandaşımız varsa, bizim mümkün düzülüşlərimizin sayı 2 üstü n sayda olmuş olacaq. Yəni əslində sualın mahiyyəti budur. Yəni karandaşların bizdən mümkün düzülüşlərini istəyir. Sadəcə olaraq təbii ki, suallarda fərqli olaraq nə edir? Burada müəyyən limitlərdən istifadə edir, müəyyən məhdudiyyətlərdən istifadə edir və biz bu suallarda həmin məhdudiyyətləri tətbiq eləyərək sualları həll etməyə çalışacağıq. Deməli, necə məhdudiyyətlər tətbiq edə bilər? Məsəl üçün, tutaq ki, belə deyək, bizə deyə bilər ki, məsələn, sarı karandaşlar, məsələn, limitimiz belə ola bilər. Sarı karandaşlar, məsələn, birdən artıq yanaşı olmasın. Daha doğrusu birdən artıq yanaşı olmasın cümləsi biraz düz çıxmır. Sarı karandaşlar yanaşı olmasın. Məsələn, yanaşı olmasın. Bizə belə bir məhdudiyyət verə bilər. Və deyə bilər ki, sənin 3 karandaşın varsa, mümkün düzülüşlərin sayı neçədir? Sarı karandaşlar yanaşı olmasın deyirsə, baxın bizim 3 karandaşımız var da, düzdürmü? Sarılar yanaşı olmasın deyirsə, deməli bu halı saymır, bu halı saymır. Baxın, bunları saymır uşaqlar. Vəssalam. Deməli, 8 düzülüşdən 3-ünü saymayacaq. Bizim 5 mümkün düzülüşümüz olmuş olacaq. Yəni, bizə orada müəyyən məhdudiyyətlər qoyacaq. Məhdudiyyətlərimizə diqqət edin uşaqlar. Məsələn, birinci sualda deyir ki, qırmızı və sarı rəngli karandaşlar yanaşı olmamaq şərti ilə deyir, məsəl üçün. İkinci sualda da eyni şərtdir. Məsələn, dördüncü sualımıza diqqət eləsək, qırmızı və sarı karandaşlar deməli 4-dən artıq qırmızı karandaşın yanaşı olmaması şərti ilə. Deməli, bizə qırmızı karandaşlar 4 dənəsi yanaşı ola bilər, 4-dən artığına məhdudiyyət qoyur. Yəni, məsələn, sarı karandaşlara məhdudiyyət qoymur gördüyünüz kimi. Sarı karandaşlar necə istəyirsə ola bilər, amma qırmızı karandaşlar 4-dən artığına məhdudiyyət qoymuş olur. Yəni, bu sayılar dəyişilə bilər uşaqlar. Məsələn, yanaşı olmamaq şərti ilə nə deməkdir? Yəni ki,
birdən artığı gəlməsin də. Yəni ikinci artıq yanaşı sayılmış olur. Və yaxud da deyə bilər ki, 2-dən artıq sarı karandaş məsələn yanaşı olmasın. Yəni ikisi olar, amma üçüncü artıq 3 karandaşın yanaşı olması olmaz. Baxın, yəni bu şəkildə bizə sualları təqdim etmiş olur. Deməli, burada sualları mən iki qrupa böləcəm izah edəndə. Bəzi tip suallarda diqqət yetirsəz, sadəcə bir karandaşa limit qoymuş olur. Baxın elə, məsələn bizə deyir ki, qırmızı karandaşlar yanaşı olmaz. Sadəcə qırmızıya limit qoymuş olur. Məsələn, ola bilər ki, bizə deyir ki, məsələn, qırmızı və sarı rəngli karandaşlar 2-dən artıq qırmızı karandaşın yanaşı olmaması şərtilə. Bax, gördüyünüz kimi sadəcə bir karandaşa məhdudiyyət qoymuş olur. Məsələn, qırmızı və sarı rəngli karandaşlar 4-dən artıq qırmızı karandaşın yanaşı olmaması şərtilə deyil. Yəni, digərinə limit qoymur. Deməli, bəzi suallar gördüyünüz kimi bir karandaşa məhdudiyyət qoyur uşaqlar. Bəzi suallarda isə iki karandaşa məhdudiyyət qoymuş olacaq. Məsələn, tutalım ki, yəni hər ikisinə məhdudiyyət qoyacaq ki, qırmızı və sarı rəngli karandaşlar sarı karandaşların yanaşı 2-dən, qırmızı karandaşların isə yanaşı 3-dən çox olmaması şərti ilə deyil. Yəni hərəsinə təbii ki, müxtəlif saylarda limit qoya bilər. Məsələn, sonra 9-cu sualımızda bizə deyir ki, qırmızı və sarı rəngli karandaşlar sarı karandaşların 2-dən, qırmızı karandaşların 4-dən artıq yanaşı olmaması şərti ilə düzülürsə deyil. Yaxşı, ilk öncə yoldaşlar başlayaq. Bir karandaşa məhdudiyyət qoyularsa, bizim yanaşmamız necə olacaq? Baxın, məsələn, birinci sualın izahı ilə mən başlayayım. Qırmızı və sarı rəngli karandaşlar, qırmızı karandaşlar yanaşı olmamaq şərti ilə düzülərsə. Normalda özümüz üçün kiçik bir cədvəl də çəkək burada. Mümkün düzülüş variantları buradan qeyd eləmiş olacaq. Deməli, buradan belə bir kiçik cədvəl fason bir hissə ayıraq. Bizim deməli cavablarımızda 11-ə qədər var. Yaxşı. Gəlin baxaq. Deməli, bunu mən normal bayaq, məsələn, düzülüşlərin, mümkün düzülüş variantlarını yazanda yazdım. Məsələn, 3 karandaşa bax bu şəkildə sarı, 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 qırmızı, sarı və s. düzmüş oldum. Amma yoldaşlar, yəni bunu artıq say çoxaldıqca düzmək bizim çox vaxtımız alacaq. Yəni daha çox yer tutacaq deyə düzülüşü daha fərqli formada həyata keçirdə bilərik. Necə eləyəcək deyim sizə. Məsələn, bizim bir karandaşımız varsa, bu ya sarıdır, ya qırmızıdır. Yəni bu o deməkdir ki, bir karandaş olanda bizim mümkün düzülüş variantlarımız 2-dir. 2 karandaş olanda, bunu artıq belə deyək də, bir də təzədən ikilər üçün ayrıca bir şey çəkmirəm və bunun davamı ilə yazmış oluram. 2 karandaş olanda belə olacaq da, birincimiz artıq var, sarı ilə başlayırsa, ikinci karandaşımız sarı da ola bilər, ikinci karandaşımız qırmızı da ola bilər, məsəl üçün. Bizə nə demişdi? Məhdudiyyətimizə bir dənə baxaq. Qırmızı karandaşlar yanaşı olmamaq şərti ilə. Deməli, qırmızı ilə başlayan variantımız olsa, ikinci karandaşımız sarı da ola bilər. Baxın artıq, ikinci karandaşımız qırmızı ola bilməz. Niyə? Çünki qırmızı karandaşlar yanaşı gələ bilməz. Deməli, 2 karandaşımız olarsa, bizim mümkün düzülmə variantlarımız 3 olmuş olacaq. Üçüncü karandaşı gətirsək, baxın, burada deməli necə gedirdi? Sarı, sarı, bunun arxasıca sarı da gələ bilər və yaxud da ki, sarı, sarı, arxasıca qırmızı da gələ bilər. Digərinə baxaq. Sarı, qırmızı, bunun arxasıca sarı da gələ bilər. Sarı, qırmızı, baxın artıq qırmızı istifadə oluna bilməz. Niyə? Çünki qırmızılar yanaşı gəlməyəcək. O zaman diğer variantı baxaq. Qırmızı, sarı, deməli burada sarı da gələ bilər. Qırmızı, sarı, qırmızı da gələ bilər. Deməli sayaq variantlarımızı 1, 2, 3, 4, 5 variantımız olmuş oldu. Əslində bizim üçün kifayətdir, amma istəyəcək bir variantı da əlavə edə bilərik. Daha aydın olsun deyə bir dənə də nümunə, məsələn, bundan sonraki gedişata əlavə edə bilərəm. Amma bu məsələnin sualın həlli üçün kifayət edəcək bizə. Növbəti variantına baxaq, yaxşı. Bir dəqiqə üzr istəyirəm. Deməli, burada mən səhv qeyd elədim. Üçüncü addımda bizdə 5 variant olmuş olacaq. Tamam. Yaxşı, 4 karandaşın mümkün düzülüşünə baxaq. Bunları bir dənə yazım, sonra bizi çaşdırmasın. 7, 8, 9, 10. Yaxşı. Dördüncü karandaşı gətirəndə baxaq. Sarı, sarı, sarı. Baxın yoldaşlar, burada sarı da ola bilər. Sarı, 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 qırmızı da ola bilər. Məsəl üçün. Sarı, sarı, qırmızı, sarı ola bilər. Amma sarı, sarı, qırmızı, qırmızı ola bilməz artıq. Da bunu yazmıram. Növbətiyə baxaq. Sarı, qırmızı, sarı, sarı da ola bilər. Sarı, qırmızı, sarı, qırmızı da ola bilər. Problem yoxdur. Digərinə baxaq. Qırmızı, sarı, sarı, sarı da ola bilər.
Qırmızı, sarı, sarı, qırmızı da ola bilər. Diğer varyanta baxaq. Qırmızı, sarı, qırmızı, sarı ola bilər. Qırmızı, sarı, qırmızı, qırmızı artıq ola bilməz. Baxaq variant saylarımıza. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Bunu da qeyd eləmiş oldum. Bunu dediyim kimi tam aydın olsun deyə qeyd elədim. Əslində ehtiyac yox idi. Sualların həllində deməli biz nə edəcəyik? Baxın. Mən sadəcə olaraq hələ ki bir karandaşa məhdudiyyət qoyulan versiyaları izah edirəm. Əgər karandaşların düzülüşünə baxın. Sadəcə bir karandaşa limit varsa, siz təbii ki bu məsələlərin hamısının kökündə Fibonacci dayanır. Yəni bütün sualların həllini biz Fibonacci ardıcıllığına əsaslanaraq yazacağıq. Amma diqqət edəcəyiz məqam nədir? Məsələn, tutalım ki, bizə burada birinci sualımızda nə limit qoyub? Bizə deyir ki, qırmızı rəngli karandaşlar yanaşı olmasın. Düzdürmü? Yəni bir karandaş yanaşı ola bilər. İkinciyə artıq yer yoxdur. Düzdürmü? Yəni sadəcə bir karandaş istifadə edə bilərəmsə, neçə sayı verirsə sizə, həmin o sayın bir vahid artığı üzərindən Fibonacci tətbiq edirsiniz. Yəni necə? Burada bizə bir qırmızıya icazə verir. Düzdürmü? İkinci qırmızıya artıq icazə vermir axı. Biz 1 plus 1 ikili Fibonacci tətbiq eləyəcəyik. Baxın, məsələn, bizə desəydi ki, qırmızı karandaşlar 2-dən artıq yanaşı olmasın desəydi əgər, yanaşı olmaz. Məsələn, belə desəydi, deməli, onda bu neçə karandaş icazə verir? İkisinə icazə verir, düzdürmü? Biz 2 plus 1 üçlü Fibonacci tətbiq eləyəcəkdik. Daha doğrusu Fibonacci-ni belə deyək də 3 addımdan götürəcəkdik. Məsələn, bizə 4-cü sualda deyir ki, qırmızı və sarı rəngli karandaşlar 4-dən artıq qırmızı karandaş yanaşı olmaz. Yəni 4-ünə icazə verir, düzdürmü? 4 plus 1 biz artıq 5 addımlı Fibonacci tətbiq eləmiş olacaq. Bunu belə deyək də, mən indi ikili Fibonacci, üçlü Fibonacci deyəndə nəyi nəzərdə tuturam? İndi nümunə üzərindən göstərim. Deməli, bizim birinci sualımızda ikili Fibonacci tətbiq eləmək deyəndə onu nəzərdə tuturam ki, yəni 2 həddin cəmi 3-cüyə bərabər olacaq. İkisinin cəmi 3-cüyə. Yəni hər bir hədd özündən əvvəlki ikisinin cəmi olacaq. Baxın, bu yanaşma ilə bütün addımları yazmış olacaq. Məsələn, 5-li Fibonacci tətbiq eləyəndə necə olacaq uşaqlar? 5-nin cəmi növbətin verəcək. Sonra digər 5-nin cəmi növbətin verəcək. Digər 5-nin cəmi növbətin vermiş olacaq. Yəni biz ikili Fibonacci tətbiq eləyəcəyimiz yerlərdə sadəcə 2 addımı özümüz təyin eləsək bəs eləyir. Yerdə qalanları artıq fikir versəz baxın, ikisinin cəmi bizə 3-cünü verir. 3 ilə 5-in cəmi bizə məsələn 8 verir. Gördüyünüz kimi hər ikisinin cəmi bizə növbəti ədədi vermiş olur. Məsələn, 5-li Fibonacci tətbiq eləyəndə o zaman 5 dənə həddi yazacağıq. Artıq 6-cını tapanda özündən əvvəlki 5-nin cəmi, 7-cini tapanda özündən əvvəlki 5-nin cəmi, 8-cini tapanda özündən əvvəlki 5-nin cəmi və s. Baxın, bu ardıcıllığın getmiş olacaq. Deməli, o zaman bu sualımızın həllinə gəlsək, təkrar vurğulayıram bu hissəsini. Bizə burada deyir ki, sadəcə bir qırmızının gəlməsinə icazə verir. İkinci qırmızıya artıq icazə yoxdur. O zaman bir qırmızı gələ bilərsə, o zaman biz 1 plus 1, yəni ikili Fibonacci tətbiq eləmiş olacaq. Ona da diqqət yetirsək uşaqlar, deməli, ikisinin cəmi 2 plus 3 bizə 5-i verir. 3 plus 5 8-i verir. 5 plus 8, deməli 5 karandaşda bizim mümkün düzülmə variantlarımızın sayı 13 olmuş olacaq. 6 karandaşda 8 plus 13 21 olmuş olacaq. Növbətisində uşaqlar 13 plus 21 bizə 34-ü verəcək. 21 plus 34 55-i verəcək. 34 plus 55 bizə 89-u verəcək. 55 plus 89 bizə 144-ü vermiş olacaq. Sual bizdən nə soruşur uşaqlar? Sualımıza bir dənə diqqət yetirək. Sual bizə deyir ki, deməli, mümkün düzülmə variantlarının sayı 3 rəqəmli ədədə bərabər olsun. Yəni, ən az neçə karandaş olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 3 rəqəmli ədədə bərabər olsun. Gördüyümüz kimi yoldaşlar, 3 rəqəmli ədədə çatan ilk düzülmə 10-cu karandaşda olmuş olacaq. Deməli, bizə 10 karandaş lazımdır ki, mümkün düzülmə variantlarının sayı 3 rəqəmli ilk ədəd olmuş olsun. İkinci sualımıza diqqət yetirək. Qırmızı və sarı rəngli karandaşlar, qırmızı karandaşlar yanaşı olmamaq şərti ilə eyni şərtdir. Yəni yazdığımız bax bu sxem üzərindən işləyəcəyik sualı. Ən çoxu neçə karandaş götürmək lazımdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli ədəd olsun. Deməli, 2 rəqəmli olacaq bizim götürəcəyimiz ən maksimal karandaş sayı, baxın gördüyünüz kimi 9 olmuş olacaq. Yəni C variantı bizim üçün doğru cavabdır.
Daha sonra gəlin yoldaşlar 4 karandaşa limit qoyan bir variantına da baxaq. Baxın 4-cü, 5-ci və 6-cı suallarımız eyni suallardır. Diqqət etirsəz, qırmızı və sarı rəngli karandaşlar 4-dən artıq qırmızı karandaşın yanaşı olmaması şərti ilə düzülməsini bizdən soruşur. Yenə də özümüz üçün bir sxem çəkək. Yəni bu sualı çəkək və eyni anda hər üç sualı da həll eləmiş olaq. Yaxşı. Deməli, bir karandaş olsa necə olar? 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, başlayaq. Bu dəfə bizim məhdudiyyətimiz nədir? 4-dən artıq qırmızı karandaş yanaşı olmasın deyə. Düzdürmü? Baxın, qırmızıya məhdudiyyətimiz var ki, 4-dən artıq olmaz. O zaman biz 4 plus 1 5 addımdan ibarət Fibonacci tətbiq eləmiş olacaq. Yəni biz özümüz bunun 5 həddini çıxardacağıq. Artıq ondan sonrasını Fibonacci tətbiq edərək yazmağa çalışacağıq. Deməli, bizim bir karandaşımız olsa yenə eyni qaydada bu karandaşımız ya sarıdır, ya qırmızıdır. Yəni bizim mümkün iki düzülüşmüş olmuş olacaq. İkinci karandaş olsa, baxın, bu sarı da ola bilər, qırmızı da ola bilər. Qırmızı sarı da ola bilər, qırmızı qırmızı da ola bilər. Yəni bizim mümkün 4 variantımız olmuş olacaq. Üçüncü karandaşda baxın, sarı da ola bilər, qırmızı da ola bilər. Diğerində sarı da ola bilər, qırmızı da ola bilər. 4 karandaşa icazə var. 4 qırmızı karandaşa biz yanaşı gətirə bilərik. Artıq 5-ci olmaz. O zaman burada da sarıdan sonra sarı gələ bilər, qırmızı gələ bilər. Qırmızıdan sonra sarı gələ bilər, qırmızı gələ bilər. 3 karandaşda deməli 8 olmuş olacaq. Yoldaşlar, əslində bunu belə deyim də, artıq burada yəqin ki tutursunuz, məsələ nədən ibarətdir. Bunu əslində yazmağa ehtiyac qalmır. Çünki bu əgər 4 karandaşa icazə verirsə, yəni məhdudiyyət artıq 5-ci karandaşdadırsa, o zaman biz bayaq nə dedik? Dedik axı ki, karandaşın saylarında düzülü sayarsınız. Mümkün düzülmə variantlarının sayı 2 üstü n'dir. O zaman 4 karandaşa qədər bizim heç bir məhdudiyyətimiz yoxdursa, deməli 4-cü karandaşı da biz düzəndə 2 üstü 4 sayda. Yəni bizim 16 mümkün düzülüşümüz olmuş olacaq. İstəsəz yaza bilərsiniz, sıxıntı yoxdur. Yəni burada zaten 8 dənəsini görürsünüz. Hər birindən də 2 variant alınacağına görə sarı, qırmızı, sarı, qırmızı və bunların hər birindən 2 variant alınacaq. Sarı, qırmızı, sarı, qırmızı. Bu şəkildə yazandan sonra uşaqlar burada siz 16 variant almış olacaqsınız. Sadəcə olaraq indi növbəti 5-cidə məsələ nədən ibarət olacaq? 5-ciyə bir dənə diqqət etirsəz, 5-cidə də yenə eyni qaydada. Baxın burada sarı qırmızı gedir axı. Bu hissəni mən biraz qarışıq yazdım çünki ehtiyac yox idi deyə. Baxın bu hissədə biz bayaq yazanda sarı qırmızı, sarı qırmızı yazmışdıq. Burada da eyni qaydada sarı qırmızı, sarı qırmızı, sarı, qırmızı, sarı, qırmızı yazmışdı. Baxın, növbəti düzəndə bizim variantlarımızı 5 karandaş olduğuna görə əslində 32 düzülüşümüz olması lazım. Düzdürmü? 32 mümkün variant olmalıdır. Həmin o 32 mümkün variantların bir dənəsi, baxın, bu variant ki var, bu variant gələcək 5 qırmızı olmuş olacaq. Yəni sadəcə həmin variant bizim üçün keçərsiz olacaq. Qalan 31 variantın hamısı bizim üçün nə edəcək? Keçərli olmuş olacaq. Yəni 5 karandaşın düzülüşündə bizim mümkün 31 variantımız olmuş olacaq. Artıq 5 həddi müəyyən eləyəndən sonra digər hədlərə bizim ehtiyacımız yoxdur. Bundan sonra dediyimiz kimi hər bir hədd özündən əvvəlki 5 həddin cəminə bərabər olmuş olacaq. Məsələn, yəni 6-cı həddi biz axtaranda bunların hamısının cəmini almış olacaq. Digərləri də eyni qaydada təyin olunmuş olacaq. O zaman gəlin bunları hesablayaq. İnşallah ki, hesablama səhv eləmərik. Deməli 2, 4, 6, 14, 30. Deməli növbəti variantımız 61 olmuş olacaq. Daha sonra digər variantı taparkən 4, 8, 12, 28, 59, 120 variant olmuş olacaq. Yəqin ki, buradan sonrasını yazmağa ehtiyac duymayacağıq. Çünki bizə nə demişdi? Bizə deyir ki, ən az neçə karandaş olmalıdır ki, mümkün düzülmə variantlansa, hə, tamamdır. Yəni buradan sonrasını artıq yazmağımıza ehtiyac yoxdur. Çünki bizdən 4-cü sual soruşur ki, mümkün düzülmə variantlarının sayı 3 rəqəmli olsun. Ən az neçə karandaş götürməliyik? Baxıram ki, biz ən az 7 karandaş götürsək,
Deməli, mümkün düzülmə variantlarının sayı 3 rəqəmli ədəd olmuş olacaq. Beşinci sualımız isə bizə deyir ki, bayaqki formada ən çox neçə karandaş olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli ədəd olsun. Baxırıq ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli ədəd olması üçün bizə 6 karandaş kifayət edir. Altıncı sualımıza baxaq. Altıncı sual da eyni bu sualdır. Sadəcə biraz dolaşıq variantda qeyd edib sualı. Gəlin baxaq. Bizə deyir ki, qırmızı və sarı rəngli karandaşlar 4-dən artıq qırmızı karandaşın yanaşı olmaması şərti ilə cəmi 3, cəmi 5, 6 və 7 olan deməli, qırmızı və sarı rəngli karandaşların mümkün düzülmə variantlarının sayını göstərən ədədlərin rəqəmlərini toplayın və kodları onlara uyğun yazın. Deməli, bizə nə lazımdır? Bizə 3 karandaş lazımdır. Sonra 5, 6 və 7 lazımdır. 3 karandaş, 5 karandaş, 6 karandaş və 7 karandaş. Bizə bunlar lazımdır. Bunları deyir ki, baxın uşaqlar, mümkün düzülmə variantlarının sayını göstərən ədədlərin rəqəmlərini toplayın. Yəni 3 karandaşımızın mümkün düzülmə variantı 8 dənə, düzdürmü? Bunun rəqəm cəmi də 8 eləyər. 5 karandaşın mümkün düzülmə variantı 31 ədəddir. Bunların rəqəm cəmi 4 eləyər. 6 karandaşın mümkün düzülmə variantı 61-dir. Rəqəm cəmi 7 eləyər. 7 karandaşın mümkün düzülmə variantı 120-dir. Rəqəmlərin cəmi 3 eləyər. Bizə deyir ki, bu rəqəmləri kodları var. Baxın, cəmi 3 eləyənin kodu 1-dir. Sonra 5'in kodu 2'dir. Bakın budur. 6 olanın kodu 3'tür və 7 karandaşın kodu 4'tür. Bizə deyir ki, bu cəmlərin uyğun olaraq artma sırası ardıcılığı ilə düzün. Deməli, ən az cəm o zaman baxın 7-cidədir. Bunun kodu 4'tür. Yəni 4 olacaq. Daha sonra baxın buradadır. Kod 2 olmuş olacaq. Daha sonra deməli buradadır. Kodu 3 olmuş olacaq. Daha sonra budur. Kodu deməli 1 olmuş olacaq. Yəni bizim bu sualımızın cevabı 4, 2, 3, 1 olmuş olar. Bu belə. Bu bir tərəfə bunu həll elədik. Deməli, bir də bu sualların, yəni bir məhdudiyyət qoyulan sualların sonundakı karandaşların, belə deyək də, daha doğrusu sondakı karandaşların sarı və ya qırmızı olmasını fərqini də soruşa bilər. Yəni baxın, burada bizə mümkün düzülüşlərin cəmi lazım idi. Yəni məhdudiyyət qoyduğu karandaşı nəzərə almaq şərti ilə mümkün düzülüşlərimizin ümumi sayı nə qədərdir, onu soruşurdu. Amma bir də diqqət yetirsəz, baxın burada artıq başqa bir şey soruşur bizdən. Bizə deyir ki, yəni mümkün düzülüşlərimizi yazdıq, düzdürmü? Sonunda sarı karandaş olan variantların sayı ilə sonunda qırmızı karandaş olan variantların sayı arasındakı fərqi tapın deyir. Yəni bu belə deyək də sualı necə dəyişdirir? Bayaq biz bütün mümkün düzülüşləri cəmləmişdik. İndi amma artıq sonlarına diqqət eləyəcək. Eyni yanaşmada eyni Fibonacci tətbiq eləyəcək. Bizə 2-dən artıq dediyinə görə deməli 3-cü 3 addımdan ibarət Fibonacci tətbiq eləyəcəyik. Sadəcə olaraq bayaq biz mümkün cəmləri yazmışdıqsa, indi artıq cəmləri yazmayacaq. Bu dəfə fərqləri yazacaq. Niyə? Çünki bizdən fərq istəyir. Yəni bəsit bir şeydir. Yəni bu sualı dolaşdıracaq bir amil deyil. İndi göstərəcəm, baxın bu da necə olacaq. Deməli bizə 3, 4, 6 karandaş lazım. Düzdürmü? Bir iki addımda özümüzdən əlavə çəkək. Yaxşı. Deməli bir karandaşda 2, 3, 4, 5, 6, 7, 8 olmuş olsun. Yaxşı. Deməli, bizə nə lazımdır? Sonu sarı və qırmızı ilə bitən karandaşların sayıları arasındakı fərq lazımdır. Və bizim nəyimiz var? Limitimiz var. Limitimiz nəyədir? 2-dən artıq qırmızı karandaşlar yanaşı olmasın deyir. Yəni biz üçlü Fibonacci tətbiq edəcəyik. Yəni uzun sözün qısası bizə 3 addımı tapmaq bəs edir. Çünki bundan 3-cü addımdan sonra hər bir ədəd özündən əvvəlki 3 ədədin cəminə bərabər olmuş olacaq. Başlayaq o zaman yazıma. Deməli, bir karandaşımız olsa ya sarıdır, ya qırmızıdır. Biz bayaq diqqət yetirmişdiksə, birinci addıma 2 yazmışdıq. Niyə 2 yazmışdıq? Çünki orada bizdən mümkün düzülmələrin cəmini istəyirdi deyə biz bunları cəmləyib yazmışdıq. Amma indi artıq bizdə sonu sarı və qırmızı ilə bitənin arasındakı fərqi istəyir. Bu dəfə fərqlərini yazacaq. Yəni bir karandaşın arasında zaten sonu sarıdır. Yəni bir dənədir onsuz da. Ya da qırmızıdır. Fərqləri nədir bunların? 0. Yəni bir sarı, bir qırmızı fərqləri 0.
İki karandaşımız olsa gəlin baxaq. O zaman bu sarı da ola bilər. Baxın, qırmızı da ola bilər. Eyni qaydada bu sarı da ola bilər, qırmızı da ola bilər. Bizim deməli nəyə limitimiz var? 2 qırmızı yanaşı gələ bilər. 2-dən artıq olmaz. Deməli o zaman yenə eyni qaydada sonu sarı ilə bitən bizim 2 variantımız var. Sonu qırmızı ilə bitən 2 variantımız var. Bunların fərqləri 0 eləyər. Üçüncü karandaş olsa burada deməli sarı da ola bilər, qırmızı da ola bilər. Deməli bizə üçüncü qırmızıya icazə verməyəcək artıq. Tamam. O zaman burada da eyni qaydada sarı da ola bilər, qırmızı da ola bilər. Qırmızı sarı deməli burada sarı da ola bilər, qırmızı da ola bilər. Qırmızı, qırmızı, baxın, sarı da ola bilər. Artıq burada qırmızıya icazə yoxdur. Niyə? Çünki bizə sadəcə iki qırmızının yanaşı gəlməsinə icazə verir. Deməli, diqqət yetirsəz, sonu sarı ilə bitənlər 1, 2, 3, 4 variant var. Sonu qırmızı ilə bitən 1, 2, 3 variant var. Bunların arasındakı fərq 1-ə bərabərdir. Əslində bu qədər yazmağımız bizə kifayət edir. Çünki bundan sonra artıq biz 3 addımdan ibarət Fibonacci tətbiq edəcəyimizə görə bizə bu qədər yazmaq bəs edir. İstəyirsinizsə bir addımı da əlavə yazaq, gedişatı tam aydın görmüş olaq. Deməli, sarı, 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 buradan sonra sarı da gələ bilər. Buradan sonra qırmızı da gələ bilər. Sarı, sarı, qırmızı. Buradan sonra sarı da gələ bilər. Bundan sonra qırmızı da gələ bilər. Sarı, qırmızı, sarı. Buradan sonra sarı da gələ bilər. Qırmızı da gələ bilər. Sarı, qırmızı, qırmızı. Buradan sonra artıq qırmızı gələ bilməz. Bir dənə sarı gələ bilər. Digərinə baxaq. Qırmızı, sarı, sarı. Buradan sonra sarı da gələ bilər. Qırmızı da gələ bilər. Qırmızı, sarı, qırmızı. Problem yoxdur. Sarı da gələ bilər. Qırmızı da gələ bilər. Qırmızı, qırmızı, sarı. Problem yoxdur. Sarı da gələ bilər. Qırmızı da gələ bilər. Baxın sonu sarı ilə bitənlərə 1, 2, 3, 4, 5, 6, 7 variant var. Sonu qırmızı ilə bitən 1, 2, 3, 4, 5, 6 variant var. Fərqlər nəyə bərabərdir? 1-ə bərabərdir. Yəni bunu artıq bu şəkildə yazıb uzatmayacağıq. Bayaq dediyimiz kimi 2 qırmızıya icazə varsa 2 plus 1, 3 addımdan ibarət Fibonacci tətbiq etmiş olacaq. Baxın o zaman bura. Baxın 3-ünün cəmi bizə növbətini verir. Bu üçünün cəmi 0, 1, 1 bizə növbətini verəcək. Bu üçünün cəmi 1, 1, 2 bizə növbətini verəcək. Bu üçünün cəmi 1, 2, 4 bizə növbətini vermiş olacaq. Bu üçünün cəmi 6, 7, 13 bizə növbətini verəcək və bu şəkildə proses davam eləmiş olacaq. Artıq bunu uzatmağa ehtiyac yoxdur. Çünki bizdən sual soruşur ki, sonunda sarı karandaş olan variantların sayı ilə sonunda qırmızı karandaş olan variantlar sayısındakı fərqi tapın. 3 karandaş olan zaman deməli bu fərq 1-ə bərabərdir, yəni 1-ə A gedər. 4 karandaş olan zaman yenə fərq 1-dir, burada A gedər. 6 karandaş olan zaman fərq 4-dür. Bura C getmiş olur. Deməli 1A, 2A, 3C olmuş olur. Deməli yoldaşlar, bu bir karandaşa limit qoyarsa, gedişat baxın bu formada olmuş olacaq. İndi gələk 2 karandaşa limit qoyanda bəs vəziyyət necə olacaq? Məsələn, 2 karandaşa limit qoyacaq suallarımızdan nələr var? Baxaq ona bir. Buradakı suallarda deməli 1 karandaşa limit var idi. 2 karandaşa limit qoyacaq. Bax, diqqət eləsəz, qırmızı eyni rəngli karandaşların sayının 4-dən çox olmaması ilə şərti ilə düzülür. Bu, deməli bizə limit qoyur. Hər ikisinə qoyur. Amma fikir verin, ikisinə də 4-dən qoyur. Burada isə bizə sarı rəngli karandaşın 2-dən, qırmızı rəngli karandaşın 4-dən çox olmaması şərti ilə deyil. Bax bu 9 və 10 eyni sualdır gördüyünüz kimi. Yəni o zaman birini yazsaq, eyni zamanda ikisini də yazmış sayılarıq. Baxaq o zaman. Deməli bizə deyir ki, qırmızı və sarı rəngli karandaşların sarı karandaşların yanaşı 2-dən, baxın, limitimizi yazaq. Sarı karandaşların 2-dən, qırmızı karandaşların 4-dən artıq yanaşı olmaması şərti ilə düzülür. Düzdürmü? Deməli, nə edəcəyik? Burada digərindən biraz fərqli gedişatlar tətbiq edəcəyik. Bu gedişatın birincisi nədir? Artıq burada birbaşa cəmi və yaxud da ki, fərqi yazmayacaq. Burada ayrı-ayrı yazacaq. Niyə ayrı-ayrı yazacaq? Çünki burada məhdudiyyətlər fərqlidir axı. Yəni sarılara 2 məhdudiyyət qoyur, qırmızılara 4 məhdudiyyət qoyur. Ona görə də bunları ayrı-ayrı yazıb yekunda toplamış olarıq. Bizə deməli, variantlarımızda ona qədər var. 1, 6, 7,
8 da 10 yerləşmədi. 9 dənə çəkək. Lazım olsa 10-cunu əlavə edək. Yaxşı. Baxın, sonu sarı ilə bitənləri yazacağım və qırmızı ilə bitənləri yazacağım. Hər birini artıq bu dəfə ayrı dəyərləndirəcəm. 1, 2, 3. Karandaşların variantlarını da yazaq. 5 karandaş, 6, 7, 8, 9 karandaş. Yaxşı. Deməli, sarı karandaşımıza 2 limit var. Qırmızı karandaşımıza 4 limit var. Ne edəcəyik? Əgər bir karandaşımız olarsa, bayaqki variantda bu ya sarıdır, ya qırmızıdır. Yəni, sarı karandaşların düzülüşünün sayı, yəni sarı ilə başlayanların, belə deyək də, mümkün düzülmə variantları bir dənədir. Qırmızı ilə başlayan karandaşların mümkün düzülmə variantları bir dənədir. Yaxşı. İkinci karandaş olarsa, baxın, olacaq sarı, qırmızı. Burada da eyni qaydada ola bilər. Sarı, qırmızı. Deməli, sarı ilə başlayanlarda iki mümkün düzülmə variantı var. Qırmızı ilə başlayanlarda iki mümkün düzülmə variantı var. Üçüncü karandaşa baxaq. Deməli, bizə sarıya iki məhdudiyyət qoyub, düzdürmü? O zaman deməli, sarı, sarı, sarı ola bilməz artıq. Deməli, sadəcə olacaq sarı, sarı və qırmızı. Diğer tərəfdən isə sarı, qırmızı, sarı da ola bilər. Sarı, qırmızı, sarı da ola bilər. Qırmızı ilə başlayanlarda isə qırmızı, sarı, sarı da ola bilər. Qırmızı, sarı, qırmızı da ola bilər. Qırmızı, qırmızı, sarı da ola bilər. Qırmızı, qırmızı, qırmızı da ola bilər. Qırmızı məhdudiyyətimiz 4 dənə. Deməli, o zaman sarı ilə başlayan variant sayılarımız 3'tür. Qırmızı ilə başlayan variant sayılarımız 4'tür. Növbəti addımı yazaq. Deməli, burada sarıya 2, qırmızıya 4 məhdudiyyətimiz var. Sarı, sarı, qırmızı. O zaman problem yoxdur. Sarı da gələ bilər, qırmızı da gələ bilər. Sarı, qırmızı. Burada üzr istəyirəm. Burada biz bir dənə yüngül vari səhv eləmişik. Sarı, qırmızı. Burada qırmızı olacaq və bir problem yaratmır. Tamam, yaxşı olsun. Deməli, sarı, qırmızı, sarı. Baxın, ikinci sarı gələ bilər. Problem yoxdur. Sarı, qırmızı, sarı, qırmızı da gələ bilər. Diğer varianta baxaq. Sarı, qırmızı, qırmızı, sarı da ola bilər. Sarı, qırmızı, qırmızı, qırmızı da ola bilər. Bu birinə baxaq. Deməli, qırmızı, sarı, sarı. Baxın, burada artıq üçüncü sarı gələ bilməz. Çünki bizim sarıya 2 dənə limitimiz var. Deməli, sadəcə qırmızı gəlmiş olacaq. Buranı bir dənə ayrı. Yaxşı. Qırmızı, sarı, qırmızı. Burada problem yoxdur. Sarı da gələ bilər, qırmızı da gələ bilər. Qırmızı, qırmızı, sarı. Burada da eyni qaydada sarı da gələ bilər, qırmızı da gələ bilər. Qırmızı, qırmızı, qırmızı. Qırmızıya 4 limitimiz var. Problem yoxdur. Sarı da gələ bilər, qırmızı da gələ bilər. Deməli, sarı ilə başlayan variantlarımız 1, 2, 3, 4, 5, 6 variant olacaq. Kırmızı ilə başlayan variantlarımız 1, 2, 3, 4, 5, 6, 7 olmuş olacaq. Deməli, burada bəs eləyər. 4 addım yazmağımız bəs eləyər. Sadəcə burada məsələ nədir? Baxın, birincidən fərqli olaraq, birincidə demişdik ki, nəyə məhdudiyyət qoyursa, bir artığının Fibonaccisini götürürük. Amma iki karandaşa məhdudiyyət gələndə bu bir artıq söhbəti yoxdur. Elə sarıya 2 qoyubsa 2'li Fibonacci götürəcəyik. Qırmızıya 4 qoyubsa 4'lü Fibonacci götürəcəyik. Hər birinin gedişatını ayrı yazacağıq. Və burada diqqət edəcəyiz. İkinci məqam ondan ibarətdir ki, sarıya 2 koy bak düzdürmü? Normalde biz ikisini toplayıp üçüncüye yazırdık. Ama bu defa sarıya 2 limit koyup düzdürmü? Biz sarının qiymətlərini yazanda kırmızıları toplayıp yazacağıq. Yəni belə deyək də, sarıya kırmızıları toplayıp yazacağıq 2-2. Limiti dəyişmir ha. Sarının limiti 2'dir, tamam. Sarıya ait olan karandaşları 2-2 toplayacağıq. Amma 2-2 sarını yox, kırmızını toplayıp yazacağıq. Eyni zamanda da kırmızıya 4'ten limit koyduğuna göre kırmızıda artık bu dəfə 4-4 toplayacağım. Amma sarını 4-4 toplayıb yazacağım. Məsələn, necə olacaq deyim. Bax, bura diqqət etirsəz, baxın. Sarını yazırıq da, məsələn, baxın. Sarıda ikisini toplayıb, baxın, yazıb bura. Sonra baxın, 2 ilə 4'ü toplayıb, diqqət edin, 6 yazıb bura. Deməli, 4 ilə 7'ni toplayacaq. Növbəti addımız, baxın, burada 11'dir. Eyni zamanda da kırmızıda da biz 4-4 toplayıb yazacağımıza göre burada uşaqlar birini birbaşa doldurup sonra o birini doldurmaq olmur. Çünki bir-biri ilə əlaqəli gedəcəyinə görə müəyyən qədər sarıdan, müəyyən qədər qırmızıdan yazmamız lazımdır. İndi burada artıq gəlirəm qırmızını yazmağa. Qırmızını yazmaq üçün qırmızı məhdudiyyətimiz nədir? 4'dür, düzdürmü? O zaman deməli mən 4 dənə sarını toplayıb yazacağam. Bax, buranı 5'i təyin eləmək üçün ilk 4 qırmızını toplayacağam. Baxın elə. 1, 2, 3, 6 toplayanda deməli neçə eləyəcək? 3, 6, 12 eləmiş olacaq. Deməli, buradakı variantımız 12 olacaq.
Növbəti qırmızını təyin eləmək üçün baxın bu 4 dənəni toplayacağam. Deməli 5, 6, 11, 11, 22 olmuş olacaq. Yenidən sarı ilə davam eləyək. Sarıda biz nə etmişdik? İkisini toplamışdıq, düzdürmü? Ən sonda baxın 4 ilə 7-ni toplayıb 11 yazmışdıq. İndi 7 ilə 12-ni toplayacağım. 19 yazacağım. 12 ilə 22-ni toplayacağım. 34 yazacağım. Sonra gəlirik qırmızıya davam eləmək. Qırmızıda ən son 2, 3, 6, 11-i toplamışdıq. İndi isə 3, 6, 11, 19-u toplayırıq. 4 dənə ki 7-yə yazıq. Yəni 7-dən əvvəl 4 dənəni toplayacağıq. 3, 6, 9, 11, 20, 19 da gələcək buradan. 39 alınmış olacaq. 8-cini toplayanda 8-dən əvvəl 4-ünü, yəni 6, 11, 19, 34-ü toplayacağıq. Bu da deməli nə edir? 6, 34, 40. 11 ilə də 19, 30-u verərsə, deməli burada biz 70 almış olacağıq artıq. Yuxarıdakı 8-cini təyin eləyəndə isə, yəni sarı karandaşlarda ikili sarı Fibonacci 2-dir, düzdürmü? Qırmızı ikisini toplayacaq. Yəni 22 ilə 39-u toplamış olacaq. Bu da bizə 61-i vermiş olacaq. Deməli bizdən soruşur ki, 3 rəqəmli ədəd olma soruşursa, şu an artıq davam eləməyə ehtiyac yoxdur. Bizdən mümkün düzülmə variantların cəmini istəyir. Düzdürmü? Baxın. Deməli, birinci karandaşda mümkün düzülmə variantlarının sayı baxın burada. Neçə dənədir? 2 dənə. İkinci karandaşda mümkün düzülmə variantları sayı 4 dənə olacaq. Üçüncü karandaşda 7 olacaq. Dördüncü karandaşda 13 olacaq. Beşinci karandaşda 23 olacaq. Altıncı karandaşda deməli toplasaq neçə eləyər bu uşaqlar? 41 olacaq. 7-ci karandaşda deməli bu 73 olacaq və 8-ci karandaşda 131 olmuş olacaq. Bizdən sual soruşur ki, mümkün düzülmə variantlarının sayı ən az neçə karandaş olmalıdır ki, 3 rəqəmli ədədə bərabər olsun. Baxın, deməli 3 rəqəmli ədədə bərabər olan 8 karandaş olması lazımdır. Bu sualımız belə. Sxemi silmədən digər suallarımızı da cavablandıraq o zaman. 10-cu sualımız deyir ki, qırmızı və sarı rəngli karandaşlar eyni sualımızdır. Sarı rəngli karandaş 2-dən, qırmızının 4-dən çox olmaması şərti ilə düzülürsə, ən çox neçə karandaş olması lazımdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmli ədədə bərabər olmuş olsun. Deməli, 2 rəqəmli ədədə bərabər olacaq ən çox düzülmə variantları 7 karandaşda olmuş olar. Deməli, uşaqlar, burada bilirəm, bir balaca birinciden fərqli olaraq çaşdırıcı məqamlar da var. Ona görə də bir dənə də qısaca özət keçin bunun üzərindən. Deməli, əgər 2 karandaşa limit qoyarsa, hərəsinin limitini öz qarşısına qeyd elədim. Sarıya 2 limitimiz var, qırmızıya 4 limitimiz var. Bir limitdən fərqli olaraq burada plus 1 söhbəti yoxdur artıq. Plus 1 sadəcə bir karandaşa limit qoyanda olur. Deməli, bizə indi öz belə deyək də məhdudiyyəti neçədirsə o ədədlə Fibonacci-dən götürmüş olacaq. İkinci məsələ ondan ibarətdir ki, bu dəfə artıq Fibonacci-ni götürəndə sarıya 2 limit qoyduğuna görə sarının hər bir həddini taparkən qırmızının ikisini toplayıb yazacağıq. Məsələn, tutalım ki, sarının 3-cü ədədini tapanda qırmızının 1-2-sini toplayacağıq. Sarının 4-cü ədədini tapanda qırmızının 2-3-ünü toplayacağıq. Yəni, bax, nə edəcəyik? Dediyim kimi, sarını soruşduğuna görə qırmızıdan toplayıb yazacağıq. Qırmızını soruşanda sarıdan toplayıb yazacaq. Qırmızı limiti 4 axı, düzdürmü? Sarıdan 4 toplayıb qırmızıya qeyd eləmiş olacaq. Aşağıda cədvəlimizi çıxartdıq. Ondan sonra bizdən nə soruşursa ona uyğun cavablandıra bilərik. Yaxşı. Bir də bunun sonunda eyni bayaqki kimi fərq olan versiyası var. Baxaq yoldaşlar. Qırmızı və sarı rəngli karandaşlar. Sarı karandaşların yanaşı 2-dən, baxın yenə eyni qaydada məhdudiyyətimizi qeyd edirik. Sarı karandaşların yanaşı 2'den, kırmızı karandaşların yanaşı 3'ten çox olmaması şərti ilə düzülür. Limitlərimizi müəyyənləşdirdik. Gedək indi yazmağa. Yenə olduğu kimi bunları biz ayrı-ayrılıqda yazacağıq. Və nəticədə biz cəmini yox, fərqini tapacağıq. Yəni bizdən bayaq cəmini soruşdu, cəmini tapırdı. Amma indi isə bizdən artıq bunların fərqini soruşur. Bir dənə aşağıda cədvəlimizi qeyd edək. Hə, deməli, mümkün düzülmə variantlarımız maksimal 6-ya qədər istəyir. Yəni, çox yazmağımıza ehtiyac yoxdur. Bir dənə variantı da hər ehtimala artıq yazaq. Deməli, sonu sarı ilə bitənlər, sonu qırmızı ilə bitənlər. Bir karandaş,
2 karandaş, 3, 4, 5, 6, 7. Yaxşı. Deməli başlayaq. Eğer bizim elimizde bir karandaş varsa bu ya sarıdır ya da kırmızıdır. Yani sonu ya sarı ile bitir bir varyantımız var. Kırmızı ile bitir bir varyantımız var. Yaxşı. İki karandaşımız olarsa məhdudiyyətlərimizi bilirik. Bu sarı da ola bilər, bu kırmızı da ola bilər. Eyni qaydada sarı da ola bilər, kırmızı da ola bilər. Bize artık bu dəfə yoldaşlar diqqət eləsəz, sonunda qırmızı və sarı olandan fərqini istəyirsə, deməli bu dəfə sonları ilə baxacağıq. Baxıram, sonu sarı ilə bitən bizim iki karandaşımız var. Sonu qırmızı ilə bitən bizim iki karandaşımız var. Yaxşı. Üç karandaş olan zaman, baxın artıq biz sarını istifadə edə bilməyəcəyik, çünki sarıya 2-dən limit var. Qırmızıya 3-dən. O zaman burada ancaq qırmızı ola bilər. Sonra sarı, qırmızı, burada problem yoxdur. Sarı da ola bilər, qırmızı da ola bilər. Deməli burada sarı, qırmızı problem yoxdur. Sarı da ola bilər, qırmızı da ola bilər. Qırmızı, qırmızı problem yoxdur. Sarı da ola bilər, qırmızı da ola bilər. Sonu sarı ilə bitənlər 1, 2, 3 variant. Sonu qırmızı ilə bitən 1, 2, 3, 4 variant. Yaxşı. Dördüncü kanal əslində bizə bəs eləyir, çünki bizə 3 addım lazım idi. Bəs eləyir bizə. Amma dördüncü addımı da yazıq. Sarı, qırmızı, daha doğrusu sarı, sarı, qırmızı, sarı da ola bilər, qırmızı da ola bilər. Sarı, qırmızı, sarı, iki məhdudiyyətimiz var. Sarıya yəni bu dəfə yaza bilərik, problem yoxdur. Qırmızı da ola bilər. Sarı, qırmızı, qırmızı, problem yoxdur. Sarı da ola bilər, qırmızı da ola bilər. Bunu ayıraq, qarışmasın. Yaxşı, qırmızı, sarı, sarı. Artıq iki sarı var. Üçüncü sarını yazanmayacaq. Sadəcə qırmızı ola bilər. Qırmızı, sarı, qırmızı, sarı da ola bilər. Qırmızı da ola bilər. Qırmızı, qırmızı, sarı. Deməli, sarı da ola bilər. Qırmızı da ola bilər. Qırmızı, qırmızı, qırmızıya məhdudiyyət var artıq. Üç qırmızımız varsa sadəcə sarı ola bilər. Sonu sarı ilə bitənlər 1, 2, 3, 4, 5, 6 variantımız var. Sonu sarı ilə bitən. Sonu qırmızı ilə bitən 1, 2, 3, 4, 5, 6 variantımız da burada var. Kifayət eləyər, hələ artıq yazmışıq. Çünki bizə məhdudiyyət qoyulan qırmızı 3-dürsə, maksimum 3 addım yazmağımız kifayət eləyir. İndi gələk yenə eyni qaydanı tətbiq eləməyə. Baxın burada yoldaşlar, sarıya 2 limit qoyub, düzdürmü? Mən sarının ədədini almaq üçün hər dəfə qırmızını 2-2 toplayacağım. Baxın hələ, 1 ilə 2-ni toplayıb, baxın 3 yazıb bura. 2 ilə 4-ü toplayıb, baxın 6 yazıb bura. Demək 4 ilə 6-nı toplayacağım, baxın bu addım olacaq 10. Bunu tapa bilmirəm deyə keçirəm növbətini davam elətdirməyə. Qırmızıya 3 limit qoymuşdu. Baxın hələ, deməli yuxarıdakı üçünü toplayıram. Fikir verin. 1, 2, 3'ü toplayıram. Bakın 6 yazmışıq bura. Sonra 2, 3, 6'nı toplayacağım. Eləcə deməli 11 yazacaq bura. Sonra 3, 6, 10'u toplayacağım. Eləcə 19. Bakın qeyd edəcəm bura. Daha sonra sarı ilə davam edək. Sarıda en son 4, 6, 10'da qalmışdıq. 6 ilə 11 diqqət eləsəz 17 eləmiş olacaq. 11 ilə 17 bizə 30'u vermiş olacaq. Aşağını davam elətdirsək, qırmızını davam elətdirsək, deməli sarıları 300 toplayırdıq. En son 3, 6, 10'u toplamış 19 almışıq. 6, 10, 17'ni toplasaq bizə 33'ü vermiş olacaq. Deməli burada bizdən soruşmuşdu ki, sonunda sarı olanı arasındakı fərqi istəmişdi. Düzdürmü? Baxaq, deməli bir karandaş olanda arasındakı fərq 0'dır. 2 karandaş olanda bunları çıxırıq da şolar. Baxın 1-dən 1. Bunların arasındakı fərq 0'dır. 3 karandaş olanda bizdən təbii ki burada diqqət yetirsəz, qırmızı karandaşların sayı ilə sarının fərqini soruşur. Sözsüz ki, qırmızının məhdudiyyəti daha böyükdür deyə, qırmızı sayılar daha çox olacaq. Amma mən burada qırmızını aşağıda yazmışam. Yəni siz çıxanda ona diqqət edərsiniz. 4-dən 3-ünü çıxıram. 1, 6-dan 6-sını çıxacam. 0, 11-dən 10 çıxacam. 1, 19-dan 17 çıxacam. 2, 33-dən 30 çıxacam. 3 olmuş olacaq. Deməli, sual bizə deyir ki, mümkün düzülmə variantlarının sayı 3 olan karandaşlarda bu 1'ə bərabərdir, yəni 1 D'dir. Mümkün düzülmə variantlarının sayı 4 olan karandaşlarda bu 0'a bərabərdir, yəni A'dır. Mümkün düzülmə variantlarının sayı 6 olan karandaşlarda isə bu 2'dir, Y bəndi olmuş olacaq. 1D, 2A, 3Y. Belə yoldaşlar, deməli
Qısaca bir də üzərindən özət keçim. Bir karandaş olan zaman, bir karandaşa məhdudiyyət qoyulan zaman neçəsinə icazə verirsə, bir artığı ilə Fibonacci götürürsünüz. Məsələn, 3 karandaşa icazə varsa, 3 plus 1, 4 karandaşdan götürəcəksiniz Fibonacci-ni. Yəni 4 addımdan daha doğrusu. Neçəsi varsa 1 plus götürəcəksiniz. 2 karandaşa məhdudiyyət varsa, artıq burada plus 1 söhbəti yoxdur. Hərəsini öz belə deyək də məhdudiyyəti qədər Fibonacci götürəcəyik. Sadəcə bir fərq ondan ibarətdir ki, sarı karandaşları tapan zaman qırmızılardan toplayıb yazacağıq, qırmızını soruşan zaman sarılardan toplayıb yazacağıq. Ümid edirəm ki, hər kəs üçün faydalı olar. Diqqətiniz üçün təşəkkür edirəm.